Eyvanı birbaşa şəhər mənzərəli olan Nizami metrosunun yaxınlığında ümumi sahəsi 178 kvadrat metr təşkil edən və qanuni 4 otaq olan yeni tikili binada mənzil satın almaq istəyənlər mütləq bu videonu izləsinlər. Giriş etdik mənzilin daxilinə. Gördüyünüz kimi bura nəzərdə tutulan qonaq otağı geniş formadadır, təmirli vəziyyətdədir, tam əşyalıdır. Qarşı tərəfdə də pəncərə var. Əsas küçələrdən birinə baxır və gördüyünüz qarşı tərəfdən sağdan da eyvana çıxış etmək mümkündür və dəhliz hissəsi bura, giriş qapısı oradandır. Geniş hol kimi nəzərdə tutulub və bura mətbəx əşyası ilə təchiz olunub, səliqəli vəziyyətdədir. Bu gördüyünüz mənzil yel çəkən mənzildir və burada eyvanı. Gördüyünüz o küçədə Səməd Vurğun küçəsidir. Zabitlər Parkı sol tərəfdə yerləşir. Və mətbəxin qarşı tərəfində yataq otağı. Burada təmirli səliqəli vəziyyətdədir. Bu gördüyünüz mənzilin isitmə sistemi kombidir. Və burada yer eyvan. Gördüyünüz kimi o hissədə də Nizami metrosu yerləşir. Bura 3-cü otaq. Burada eyni qaydada yataq otağı kimi nəzərdə tutulub, təmirli səliqəli vəziyyətdədir. Gördüyünüz kimi eyvana çıxışı da o hissədən mümkündür. Və burada 4-cü otaq. Burada eyni qaydada yataq otağı kimi nəzərdə tutulub və eyvana çıxışı da o hissədəndir. Bura hamam otağı. Və burada sanuzu. Gördüyünüz bu mənzili satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.